Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsində ambarda yanğın baş verən əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətlərinin qüvvələri cəlb olunub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir. Hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək. APA'nın hadisə yerində olan əməkdaşı xəbər verir ki, hadisə yerinə 14 yanğın söndürən avtomobil xeyli canlı qüvvə cəlb edilib.